Xanımlar, əgər sizin dəriniz hədsiz quru ya da ki hədsiz yağlıdırsa, sizlər üçün bugün çox gözəl bir maska paylaşacağım. Nəmləndirici maskadır. Bir də ki xanımlar, bir momentə toxunmaq istəyirəm. Təəssüf ki, yağlı dərili xanımlar dərini maksimum dərəcədə qurutmağa çalışırlar. Halbuki əksinə maksimum dərəcədə nəmləndirmək lazımdır yağlı dərini, nəinki quru dərini. Əslində hər iki dəri tiplərini nəmləndirmək lazımdır. Ümumiyyətlə siz fikir vermisinizsə, mənim bütün qulluq vasitələrim, maskalarım hamısı ilk öncə nəmləndiricidir. Yəni dərini ilk öncə nəmləndirmək lazımdır yetərincə ki, yəni dəri gözəl olsun, dəri təravətli olsun. Və bugün sizlər üçün çox gözəl bir nəmləndirici maska paylaşacağım. Bu maska üçün sizə lazım olacaq qırmızı gil, bir neçə damcı limon və gliserin. Deməli xanımlar, bir qaşıq, xörək qaşığı qırmızı gil götürürsünüz, bir qaba tökürsünüz. Eyni zamanda gliserin. Baxın, bir qaşıq tökürük. Və birazca da limon. Burada hardasa bir neçə damcı olur. Və bunları qarışdırırsınız. Baxın, bu şəkildə qarışdırırsınız, hazırlayırsınız. Çəkirsiniz üzünüzə. Həftədə 2 dəfə edirsiniz, 3 dəfə də etmək olar. Və üzünüzdə hardasa 20-30 dəqiqə saxlayırsınız.